Salam, Xəbərmi YouTube kanalının daimi izləyiciləri. Hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Xanəndə Aytən Məhərrəmova etirafı ilə sevənlərini kövrəldi. Ölkə az xəbər verir ki, ana olmaq arzusunu dilə gətirən müğənni studiyadakı hər kəsi ağladıb. Səmimi şəkildə hisslərini bölüşən muğam ustası qorxularından danışıb. Anamın yoxluğunu təsəvvür belə etmək istəmirəm. Günahlarımın bağışlanılması, bir də bu dünyadan ana olmadan ölməkdən qorxuram. Aytən Məhərrəmovanın bu sözləri aparıcı Zümrüd Bədəlova və Aşıq Namiqi göz yaşlarına boğub.